Bagaj qapısı gizli düymədən açılır. Düzdür, çox gec açılır indiki bagaj qapılarına nisbətən. Bagaj qapısı açılan kimi bizi burada xüsusi alüminium qollar qarşılayır. Bir avtomobilin bagaj qapısında yəqin ki, digər marka modellərin avtomobillərini görməzdiniz. Ferdinand Pixin elə istəyi də bu olub ki, faytonda ümumiyyətlə qənaətdən söz getməsin, hər şeyin həmin dövr üçün nə yaxşı, ən yüksək texnologiyası varsa, o istifadə olunsun. Bagaj qapısı həm elektrikdir, həm də yağla işləyir. Xüsusi bir adı var, onu qeyd eləyəcəm burada. Belə mən bagaj qapısı ilk dəfə görürdüm avtomobillərdə. Alman avtomobillərində olduğu kimi qaza bucağı bagaj qapısına yerləşdirilir. Bagaj həcmi öz genişliyi ilə seçilmir. Standart komplektasiyada 4 litrli bagaj həcmi olur. Avtomobil individual olduğundan və avtomobildə soyuducu yerləşdirdiyindən bagaj həcmi biraz daha aşağı düşüb 350 litr falan belə bagaj həcmi var. Örtük altında avtomobilin tam ölçülü təkəri mövcuddur, qaldırıcı və açarlar burada da yerləşdirilib. Qəribə bir nüans var ki, bagaj örtüyünün rəngindən seçilən xüsusi burada alkantara ilə üzlənmiş boz bir qapaq var. O da 6 diskli CD changer'ın xüsusi belə qapağıdır, bu şəkildə açmaqla və orada diskləri yerləşdirə bilirsiniz. Avtomobil hazırda sönüb deyənə ümumiyyətlə aktiv deyil. Avtomobilin 2 ədəd akkumulatoru var. Biri sağ tərəfdədir, digəri isə sol tərəfdə.